Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Azərbaycanın xalq artisti İlham Əliyevanın bacısı qızı Nigar Həsənova həbs edilir. Bildirilir ki, məlumata görə Bakıda tanınmış kosmetolog kimi fəaliyyət göstərən şəxs Xətai rayon məhkəməsinin hakimi Aygün Həsənovanın sədri ilə keçirilən prosesdə cinayət məcəlləsində əlüzluq maddəsilə ittiham edilərək barəsində 3 ay 17 gün müddətində həbs edilib. Qeyd edək ki, Nigar Həsənovanın Azərbaycanda bir sıra sahibkarlardan külli miqdarda qızıl zinət əşyaları, pul vəsaitləri alaraq geri qaytarmaması ilə bağlı xəbər yayılmışdı. Nigar Həsənova Azərbaycanın məşhur xalq artisti İlham Əliyevanın bacısı İradə Həsənovanın qızıdır.